Kruzis.azın değerli dostları, müşteriləri, Costa Toscana gəmisi, Costa İtalyan gəmisinin axırıncı gəmisidir və kifayət qədər gözəl bir gəmidir. Hər yaş qrupunun rahat bir şəkildə dincəlib, xoş vaxt və həqiqətən unudulmaz bir səyahət keçirmək üçün kifayət qədər gözəl bir gəmidir, bundan əmin olun. İtalyan ab-havasını dənizdə yaşamaq istəyirsinizsə, istər əyləncələrindən, istər qidalanmasından, istər xidmət səviyyəsindən rahat bir şəkildə bu gəmini seçə bilərsiniz. Hal-hazırda 16-cı mərtəbədəyik və diqqət edirsə gəminin aşağı mərtəbələrində həmən gəminin arxa bölümü üçün həm jacuzzi tipi var, görürsünüz insanlar dincəlirlər və də kafe restoran tipi insanlar oturub xoş anlarını keçirdə bilirlər. Gəminin bir xüsusiyyətlərindən biri də, fərqli xüsusiyyətlərindən biri də 18-ci mərtəbədə belə bir şüşədən yer var ki, haradakı oradan aşağını da rahat bir şəkildə seyr edə bilirsiniz, maraqlıdır və insanlar hal-hazırda oradadır. Və bu 16-cı mərtəbədə belə bir səhnə var, hansı ki, bu səhnədə istər gün ərzində, istər axşam saatlarında həqiqi mənada doğrudan unudulmaz əyləncələr, proqramlar, şovlar həyata keçir və əmin olun ki, cari həyatda qarşılaşmadığınız bir çox gözəl aktivitelər olur və belə bir böyük bir səhnəsi var. Həmən bunun böyründə bu da uşaqların əylənə bilmək üçün kiçik bir yerdir. Kids klubların. Görürsünüz, yenə uşaqlı ailələr üçün ki, həqiqətən uşaqlarınızla gəlib, uşaqların da əylənə biləcəkləri bir ailə üçün uşaqlar əyləndi mi, valideynlər də əylənir və ümumi səyahət dəyərli hala gəlir. Baxın, belə bir səhnədir. Və də bu 16-cı mərtəbədən içəriyə girər-girməz bir körpə daha. Uşaqlar həqiqətən xoş anlar keçirdir. 16-cı mərtəbədə həmən Squat Club var. Hansı ki, uşaqların da gəlib, burada ödənişsizdir, gəlib. Baxın, içəriyə yəqin ki, uşaqlara görə icazə verilməyəcək, amma kifayət qədər xoş an keçirə biləcəkləri bir məkandır. İçəriyə girməyəcəyik. İçəri bağlıdır uşaqlar üçün. Oradakı əməkdaşlar isə köməkliyi göstərirlər. Ayrıca Kostalarda 50 avro verərək bir kapitan axşamı və ya prinses axşamı kimi bir tədbiri var. Bunun kimi oğlan uşaqları, qız uşaqları üçün belə bir həqiqi mənada yadda qalacaq, uşaqların xatirəsindən silinməyəcək anlar yaşanıla bilər. Bax, bu da uşaq klubu. Və həmən uşaq klubunun qarşısında xüsusilə uşaqlarla yeməklərini yeyə biləcəkləri 3 və 6 yaş arası olan uşaqların gəlib ailələri ilə bir yerdə yemək yeyə biləcəkləri bir restorandır. Bu şəkil üstünlüyü verirlər uşaqlı ailələrə. Bax belə, bu 16-cı mərtəbədə yer alır və əmin olun ki, uşaqlar həyatı boyunca unutmayacaqları anlar yaşayırlar. Uşaqlı ailələr bir mənalı ən az bir dəfə kruz səyahətində olmalıdırlar. Bax belə, bir başqa ailə uşaqla